Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Abşeron rayonunda ölüm hadisəsi qeydə alınıb. Xəbər verilir ki, hadisə Masazır qəsəbəsində yerləşən qadın gözəllik salonlarından birində baş verib. 97-ci il təvəllüdlü Surxay Rəhimov işlədiyi zaman qəfildən halı pisləşib və o hadisə yerindəcə vəfat edib. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır. Azərbaycanın fəxri bədən tərbiyəsi və idman işçisi Validə Firidun qızı Novruzova vəfat edib. Xəbər verilir ki, bu barədə Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası məlumat yayıb. Qeyd edək ki, assosiasiyanın protokol və sənədlərlə iş şöbəsi mütəxəssisi işləmiş Validə Novruzova komandanın oxatma üzrə SSR idman ustası olub.